Salam əziz dostlar, xoş gördük sizləri. Magendavet Azərbaycan qrupunun təşkilatçılığı ilə Monitoring TV-də mən Zeynəbin təqdimatında Milli Dəyərlər verilişindən hamınızı salamlayıram və hamınıza xoş əhval-ruhiyyə arzu edirəm. Bugün söhbətimizin ana xətti Azərbaycan qadınıdır. Azərbaycan qadını tarixdən bu yana öz zəkası, öz müdrikliyi, öz mərdliyi, igidliyi, yüksək analıq keyfiyyəti və bir çox müsbət xüsusiyyətləri ilə hər zaman öz millətinin başını uca etmişdir. Azərbaycan qadını, Azərbaycan xalqının dünya mədəniyyət xəzinəsinə bəxş etdiyi incilərin formalaşmasında, inkişaf etməsində çox mühüm rol oynamışdır. Bilirsiniz ki, orta əsrlərdən Azərbaycan qadını nəinki klassik poeziyaya, öz əsərləri ilə, poeziyanı daha doğrusu öz əsərləri ilə zənginləşdirmiş və eyni zamanda at belində qılınc çalmış və eləcə də dövlət idarəçiliyində çox mühüm bir rol oynamışdır. Bugün də bizim qonağımız belə bir igid, belə bir mərd, belə bir poetik qəlbə, ruha sahib bir xanımdır. Mən onu gecikmədən sizə təqdim etmək istəyirəm. Bugünkü qonağım çox gözəl şeirlərin müəllifi, eləcə də filologiya elmləri doktoru, professor, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq məsələlər üzrə prorektoru, bizim gözəl xanım Mahirə Nağqızıdır. Mahirə xanım, xoş gördük sizi. Sağ olun, təşəkkür edirəm, var olun. Mahirə xanım, sizin poeziyanıza, sizin poeziya dünyanıza hələ daxil olmadan öncə mən sizin ictimai fəaliyyətiniz haqqında biraz tamaşaçılara məlumat vermək istəyirəm. Daha doğrusu sizinlə bu barədə danışmaq istəyirəm. Bilirəm ki, siz bizim dövlətimizin xarici, daxili siyasətini dəstəkləyən, onu təbliğ edən ən güclü, ən vətənpərvər vətəndaşlardan birisiniz və sizin fəaliyyətiniz bu sahədə çox genişdir. Siz Qərbi Azərbaycan Araşdırmalar Mərkəzində çox böyük işlər görürsünüz. Mən ilk öncə buradan başlamaq istəyirəm. Bu mərkəzin iş fəaliyyəti, gördüyü işlər barədə zəhmət olmasa məlumat versəydiniz çox gözəl olurdu. Dəyərli izləyicilərimizi bir daha salamlayıram və hər kəsə bildirmək istəyirəm ki, mən öz soy kökümə, ailəmə, vətənimə, millətimə, dövlətimə, dövlət rəhbərinə sadiq əsərəm. Həmişə belə olub, bundan sonra da belə olacaq. Əqidə dəyişilmir, insanın məsləki dəyişilmir və onun əlavələri ola bilər, onun üstünə gələ bilər, yəni belə deyək. Mən Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvüyəm, eyni zamanda Keşkənd İcmasının rəhbəriyəm və buna görə də mən bu yolda dönməz mübarizədəyəm. Həyata keçirdiyimiz tədbirlərin hər biri Qərbi Azərbaycana qayıdışı təmin etməlidir, daha doğrusu. Və mən öz işimdə çox həmişə öndə olmaq sevən adamım, amma ilk olaraq bunu etmək istəyirəm. Nə dərəcədə alınır, nə dərəcədə alınmır deyə bilmərəm. Amma hər halda bu dəfə də biz Respublikada ilk dəfə olaraq ali təhsil müəssisələri içərisində Azərbaycan Dövlət Pedaqoji Universitetində Qərbi Azərbaycan Araşdırmalar Mərkəzini yaratdıq. Yəni, əslinə qalsa 2022-ci il 24 dekabrda Cənab Prezidentin bir qrup ziyalılarla, Qərbi Azərbaycandan olan əslən ziyalılarla görüşündə dediyi, qarşıya qoyduğu məsələləri biz həyata keçirməyə çalışırıq. Və təbii ki, xalq öz vətəninə, öz yurduna qayıtmaq istəyir, doğulduğu məkana qayıtmaq istəyir. Cənab Prezident də təbii ki, bizi dəstəkləyir. Ona görə də biz bu mübarizədə bir əsgər kimi vuruşmalıyıq. Göstərdiyimiz fəaliyyət isə məncə çox da böyük deyil. İnşallah, əgər ora qayıtsaq, qayıdacağıq. Buna mən əminəm. Buna çox ümidliyəm, çox əminəm. Onda deyərik ki, biz də müəyyən bir işlər görmüşük.
Ümumiyyətlə bu mərkəzin nəzdində sizin təbii ki, mən onlara işçilər demirəm, sizin silahdaşlarınız, yəni bu yolda doğrudan da canını qoymağa hazır olan insanlar var. Bilirəm ki, sizə tərəfinizdə onları toplamısınız. Onlar barədə biraz danışsaydınız. Bilirsiniz, əslinə qalsa Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin qarşısında çox məsələlər durur. İlk öncə maariflənmə məsələsidir. Biz universitet daxilində fəaliyyət göstəririk və universitet daxilində fəaliyyət göstərəndə universitetin tələbələri var. Biz bu tələbələri maarifləndirməliyik. Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi bu yöndə müxtəlif tədbirlər və eyni zamanda Yurdun Səsi adlı qəzet, eyni zamanda İz jurnalını deməli hazırlaya biliblər. Bu çox önəmlidir. Eyni zamanda Ulduz jurnalının, hamımızın tanıdığımız Ulduz jurnalının bir sayı da xüsusi olaraq Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinə verilib və bu mərkəz həmin jurnalın bir sayını bütövlükdə Qərbi Azərbaycanlıların gözü ilə təxminən belə bir başlıqla jurnalı hazırlayıb, artıq o oxuculara təqdim olunubdur. Və Naxçıvan Dövlət Universitetində biz o jurnalın, Ulduz jurnalının eyni zamanda təqdimatını da keçirmişik. Əminəm ki, İz jurnalı çıxacaq, çıxıb daha doğrusu mətbəədədir və biz onu yenə də təqdimatını keçirərək böyük oxucu kütləsinə çatdıracaq və təbii ki, onlar da Qərbi Azərbaycan haqqında bilmədiklərini və ya Qərbi Azərbaycan həqiqətlərini özləri oxuyub maariflənə biləcəklər. Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin çox böyük tədqiqatları var. Leyla xanım Cəlalova tarix üzrə fəlsəfə doktorudur. O özü araşdırmaçıdır və Qərbi Azərbaycan tarixini araşdırır. Eyni zamanda bizim baş mütəxəssis Möhbət Məmmədov, o da araşdırmalarla məşğuldur və bu yayda Qax rayonunun Turaçlı kəndində məskunlaşmış Qərbi Azərbaycanlılarla xeyli iş gördü və onların köçmə tarixi, köçürülmə tarixi haqqında xeyli məlumatlar əldə edib və onu bir kitab şəklində o da çapa veribdir, çıxmaqdadır. Eyni zamanda Qərbi Azərbaycan mərkəzini yaratdığımız mərkəzin özünün bir məktəbi var deyək. Biraz böyük çıxmasın. Slavyan Universiteti artıq bizim, Bakı Slavyan Universiteti artıq bizim bu mərkəzin, necə deyərlər, örnək götürərək bir Qərbi Azərbaycan elmi tədqiqat mərkəzi yaratdılar və təbii ki, orada da bu fəaliyyətin paralel aparılması nəzərdə tutulur. Çox gözəl, sevindiricidir bu, bəli, çox gözəl. Sağ olun. Mariyə xanım, ümumiyyətlə gənclərimiz arasında bu vətənpərvərlik hissi, doğrudan da Qərbi Azərbaycana maraq hissi məncə çox dərin kökləri var, çox dərinlərə gedir. Bunu hiss edirsinizmi tələbələriniz arasında? İnsan öz kökünü necə tanımaya bilər? İnsan öz nəslini, necə deyərlər, babalarını, nənələrini, insan özünün doğulduğu və ya atasının, anasının doğulduğu torpağı, o yurdu, o havanı, o suyu, o kəndi, şəhəri, meşəni necə unuda bilər axı? Bu mümkün deyil axı. Bunu unutmaq sözü bura uyğun gəlmir. Məlumatsız ola bilərlər. O məlumatsızlıq da zaman-zaman Sovet rejimində insanların yəni o hissini özündən uzaqlaşdırmağa xidmət etdiyinə görə insanlar yəni öz övladlarına mı, yoxsa gənclərə hardasa bu geniş məlumatları verməyiblər, maariflənməyiblər və biz indi birinci vəzifəmiz, məsələn, mən auditoriyada nədən danışıram? Mən auditoriyada təbii ki, mütləqdir ki, hər hansı bir dərsi izah eləyəndə, danışanda, hər hansı bir mövzunu tədris eləyəndə öncə milli mənəvi dəyərlərimizdən danışıram.
az da olsa 5 dəqiqə, 3 dəqiqə, 7 dəqiqə ondan sonra dərsimizə başlayırıq. Əgər milli mənəvi dəyərləri yoxdursa, əgər valideynini sevmirsə, yurdunu sevmirsə, dilini sevmirsə, bu tələbədən heç nə ola bilməz. Doğrudur. Çox doğrudur. Bəli. Mahirə xanım, sizin ümumiyyətlə sizin həyat tərzinizdə də və təbii ki, axıcı olaraq sizin yaradıcılığınızda vətənə olan sonsuz məhəbbət, onun daşına, torpağına, onun quşlarına, onun təbiətinə, onun sərhədlərinə və bu gözəllikləri görüb dəyərləndirən insanlara olan çox böyük sevgi özünü göstərir. Sizin əlimdə sizin kitablarınızdan var. Siz təbii ki 14-dən çox kitab müəllifisiniz. 16. 16, hətta 16. Və ikisi əlimdə var. Kitablar ancaq mənim bədii yaradıcılığımdır. Bəli, bədii yaradıcılığım. Mən əslində 60-dan çox kitabın müəllifiyəm. Bəli. Amma onun 16-sı məhz bədii kitablardır. Bədii şeirlər kitablar. Bəli, şeirlər toplusudur. Bəli. Mən ümumiyyətlə sizin şeirləri oxuduqdan sonra ən böyük orada kəşf elədiyim, bilirsiniz nə oldu? Çox böyük bir sevgi. Çox böyük bir sevgi başlayır anaya sevgidən. Keçir Tanrıya, Yaradana sevgi. Keçir vətənə sevgi. Və bütün bu sevgi hamısı bir-biri ilə çox bağlıdır. Sizin anamın kitabı var əlimdə, tamaşaçılara göstərirəm. Çox qəribədir ki, qəribə deyil. Bu əslində belə də olmalıdır. Çünki hər şey bundan başlayır. Mahirə xanımın Arxamca Suat ana, Mənim anam, anamın kitabı, Analı Dünya, bəli. Sizin hətta bir neçə kitabınız sırf ana sözü ilə, ana kəlməsi ilə bağlayır. Bu barədə istəyirdim sizin o ruhunuzdakı o anaya olan o böyük sevgidən danışasınız biraz. Mən elə sizin əlinizdə tutduğunuz bu kitabı, bax bu kitab anamın kitabı. Bu kitabda görürsünüz, yaşıllıq var, çox budaqlı bir ağac var və arxadan günəş doğubdur. Bəli. Və kitabın arxasında sonsuzluq var və günəş də batmaqdadır. Bu mənim həqiqi, real həyatda olan anamdır. Yəni, mən bunu uydurmamışam. Anamın 11 övladı olub, 6 qardaş, 5 bacı və ailə qurandan sonra onların hərəsinin də bir neçə övladı. Üst-üstə sayanda elə bu ağacın budaqları qədər, bundan da biraz çoxuq. Bilirsiniz, yəni şəklin özü də nəsə deməlidir adama və içərisində isə anam. Anamdır, anamın öz bayatısı ilə başlayır. Gül saçdım divara, bülbül gələ suvara. Qışın mənimlə oldun, yay qoydun avara. Anamın sözü idi və mən nəyi öyrənmişəmsə, nəyi bilirəmsə, şeiriyyat adlı o hissim, o duyğum anamla bağlıdır. Nə gözəl. Yəni mən atamı çox sevirdim, fikirləşirdim atamı itirəndə. Özümə gələ bilmirdim. Anamsa həmişə mənə dəstək olurdu, dayaq olurdu və deyirdi ki, bəs qardaş bacım var, adam qədər küfr eləməz, asi olmaz, Allah verib, Allah alıb. İndi mənə o sözü deyən yoxdur. Anamı itirmişəm, 1 ildir. Və ona görə də mən kitabımın ilk deyimizsə epiqraf deyək. İndi yuxularımın şah əsəri olmusan, ürəyimdən süzülüb gözlərimə də olmusan. Yəni anam üçün yazmışdım. Anamın kitabda da yalnız anama aid şeirlər toplanıb. Deyirsiniz ki, şəxsiləşdirmək, xüsusiləşdirmək ədəbiyyatda bəlkə də yaxşı qarşılanmaz. Amma tək mənim anam, bütün analar belə. Bəli. Bütün analar yer üzünə xoşbəxtlik, sülh istəyir. Bütün analar zəhmət keçdi. Bütün analar övladını sevir. Bütün analar övladına sevgi verir. Nifrət vermir, sevgi verir. Bütün analar övladlarını doğruluğa səsləyir.
bilir onu faciələr gözləyə bilər. Bütün analar övladının dırnağına belə daş dəyməsinə razı olmaz. Mənim anam da o bütün analar dediyim dünyanın bir hissəsidir. Amma mənə elə gəlir ki, mən bir qədər anamın obrazını, siz dediyiniz kimi mən çoxlu anama aid kitabların müəllifi olsam da sözümü tam deyib qutara bilmədim. Hətta vətən haqqında bir şeir yazdım. Bu torpaq deyilən, bu vətən deyilən torpaq deyil ki, anamın dizinin yanı vətəndir. Başını qoymağa bir sinə varsa, ruhuna beşiksə, tanı, vətəndir. Hətta anamın dizinin yanı vətəndir. Bəli. Və anam Qərbi Azərbaycanlı idi. Dərə Əzmahalının Qovuşuq kəndindən. Və anamın ölənəcən, dünyasını dəyişənəcən dediyi, gözlədiyi vətən həsrəti idi. Mərhum professor Dilci Türkçolog Həsən Mirzəyev mənim anamın qardaşı da mənim dayımdır. Ölənə qədər vətən həsrətində oldum. Və bu ruhların qarşısında və minlərlə, yüz minlərlə anaların, vətən həsrətli anaların, dayıların, əmilərin ruhu qarşısında baş əyirəm və onlara bir övlad sözü verirəm ki, övlad necə deyərlər, ata-ananın qarşısına hesabat verər. Görüləcək işləri görürük və inşallah ki, biz maraqlı tədbirləri, bu çəkilişlərin hər birini Qərbi Azərbaycanda edəcəyik. Mütləq. İnşallah. Mahirə bu da karvandır. Yolu hamardır, rəvandır. Son mənzili İrəvandır. Onu Kərbəla bilmişəm. Baxın, nə gözəl, çox böyük sözlərdir, gözəl sözlərdir. 2 əsrə yaxın Kərbəla deyib ağlayırıq. Mən bugün İrəvanı Kərbəla bilmişəm. Çox gözəl sözlərdir. Doğrudan da sizin o sevgini o qədər gözəl hiss elətdirirsiniz ki, Mahirə xanım. Əlbəttə ki, bizim hamımız üçün ən müqəddəs yer bizim vətənimizin sərhədləridir və inşallah biz o xəritəni yenidən yaradacağıq. Çünki Qərbi Azərbaycana bilirsiniz ki, qayıdış artıq planları dövlətimiz tərəfindən çox uğurlu bir şəkildə yerinə yetirilir. Hamımızın o günləri görməyimiz çox yaxındadır, mən buna inanıram. Mahirə xanım, sizin poeziyanız çox özünə məxsus bir ruhu var. Bayaq siz dediniz, özəlləşdirilmiş anaya qarşı hiss, amma əslində özəl hisslər sizdə bizləşir. Bir çox məqamlarda, yəni, bəli, biz oluruq orada. Yəni, sizin o hissləriniz istər vətənə olsun, istər təbiətə olsun, bunlar hamısı artıq dünyəvi olur və sizin başqa bir səpkidə yazılan şeirlərini, bayatlarınız çox, məsələn, maraqlıdır, çox xoşuma gəlir, oxudum. Çəmən olub, sər məni, çiçək olub, dər məni. Məndən bir dəstə düzəlt, özümə göndər məni. Yəni, bu tam bir fəlsəfədir, Mahirə xanım. Burada həm poetikanın ən yüksək səviyyəsində, burada lirika, poetika o qədər güclüdür ki, 4 sətrə bir dünya sığıb sanki. Bayatı yazmaq asan deyil. Bayatı ədəbiyyatımızın, xalq ədəbiyyatının elə bir janrıdır ki, bu janrda söz demək asan deyil. Çeşməli sulu dağların, suyu say seçmə dağların, ay qərib ruhun oynadar, yanından keçmə dağların. Yüzlərlə belə bayatılar var ki, o bayatılar, onu da qeyd edeyim ki, 1000-dən artıq bayatın müəllifiyəm. Həmin bayatılar insanda vətəninə, elinə, obasına, insanlara sevgi yaradırsa, əgər məntiqi fikir yaradırsa, düşündürən bir sual yaradırsa və ya əminlik yaradırsa, onda o sözü deyilmiş bayatıdır. Bəli. Belə deyək, gözəl bayatıdır. Mahirə xanım, sizin dediyim kimi şeirlərinizdə bir çox
yanaşma var, yəni mövzular var. Siz sadəcə olaraq ana və yaxud da vətən haqqında deyil, siz də fəlsəfi fikirlər, yəni çox Tanrıya olan sevgi, sonsuz sevgi, inanc, bütün bunlar çox geniş yer alır. Mən onu tam yadımda saxlaya bilməmişəm. Dinib danışmadım. Bilirsiniz necədir? Mənim öz yazdığım şeir yadımda qalmır. Yəni mən şeiri anında gələn anda yazıram və sonra mənim yadımda qalmır. Mən özüm də onu oxuyuram. Amma şeirin yaranması üçün insanın o necə deyirlər, havaya köklənmək lazımdır. Bəli, bəli. Ondan sonra bir insanda əgər sevgi yoxsa, bir insanda vətənə, xalqa, elə, obaya, bir bitkiyə, bir çiçəyə sevgi yoxsa, o şeir yaza bilməz. Doğrudur. Şeir fəlsəfədir, şeir rəvan olmalıdır, axıcı olmalıdır, şeir ruhu oxşamalıdır, şeirdə bir musiqi süzüb gəlməlidir. Şeir öz-özünə, belə deyək ki, yalnız fəlsəfədən ibarət deyil, yalnız axıcılıqdan ibarətdir. Onların hamısının bir yerdə vəhdətidir. Doğrudur. Və söhbətin bu yerində mən məhz bu nöqtəyə toxunmaq istəyirəm. Sizin şeirlərinizə bir çox mahnılar yazılıbdır, bildiyim qədər 45-50 mahnı var, eləmi? Bəli, 50-dən çox. 50-dən çox mahnı yazılıbdır. Deməli, sizin sətirləriniz notların üzərinə axıcı bir şəkildə qonur və istər-istəməz musiqi yaradır. Mən olaydım eşq sultanı, ya fərmanım sən olaydın. Mən deməmişəm, mən bunu yazmışam, onu onun da gəlmək məqamı var. Bəli, müğənnilər onu oxuyublar. İnanın mən o heç bir mahnıya kiməsə sifariş verməmişəm, kimdənsə bunu istəməmişəm. Çox sağ olsun, sözə dəyər verən dəyərli müğənnilərimiz var. Mən bugün onlarla həqiqətən fəxr edirəm. Respublikanın xalq artistləri Gülyanaq, Gülyaz Məmmədovalar, hörmətli Elnur Zeynalov, Alma xanım gənc istedadlı müğənnimiz, Alma xanım, hörmətli Lalə xanım Məmmədova, hörmətli Mətanət xanım İskəndərli, həqiqətən çoxdular. Yəni Cabir Abdullayev çox sevdiyim böyük şəxsiyyət, böyük insan və böyük təbii ki, xanəndədir. Mən onu çox sevirəm. Bir çoxları mənim mahnılarıma hazır mahnını mənə göndəriblər. Leyla Rəhimova bu yaxınlarda mənim anama yazdığım bir borcumu şeirini notlara köçürüb. Təbii ki, şair oldum, alim oldum, nə fayda. Verəmədim yenə sənə borcumu. Gözəl bir şeirdir və o şeiri də mahnıya elə oturub ki, elə adam istəyir ki, bir də dinləsin. Mən inanmıram mahnı başa çatdı, bir də dinləsin və beləliklə 50-dən çox, mən günah eləmiş olaram, əsr türkün əsridir. Belə bir sözlərə də hörmətli Qoçaq Əsgərov, buradan gəlmişkən, yeri gəlmişkən deyirəm ki, ayın 15-də, martın 15-də onun Beynəlxalq Muğam Mərkəzində konsert olacaq. Biz orada olacaq inşallah. Onu çox sevirik. Və o əsr türkün əsridir mahnısını səsləndiribdir, ifa edibdir. Özünün zəhmətinin bəhrəsidir. Mən sadəcə şeirin müəllifiyəm. Və bir də 70-dən çox mənim sözlərimə aşıq havaları var. Aşıq havaları var. Mənim sözlərim o havaların üstündə oxunubdur. Bir dəfə Respublika sarayında, Heydər Əliyev sarayda biz əyləşmişdik. Cənubi Azərbaycandan Çingiz Mehdipurun rəhbərliyi ilə böyük bir ansambl, belə ansambl deyək də, bu böyük tərkibdə musiqiçilər var idi və birdən elan olundu, aşıqlar oxuyacaqdı, sözləri Mahirə Nağıqızının. Mən təəccübləndim, ilahi bunun xəbəriniz yoxdur bundan? Yox idi, təbii yox idi və mən bu barədə də bilirsiniz niyə daha çox bu musiqi xalq havalarına, aşıq musiqisinə niyə uyğun gəlir? Mənim şeirlərim o ruhdadır, o yöndədir, ona görə. Çünki ruhunuzda o sevgi var. Xəmir ondan yoğrulub deyirlər. Doğru, ona görə xəmir onunla yoğrulduğu üçün o qədər
gözəl də iş ortaya çıxır. Mahirə xanım, sizin şeirlərinizin ruhunda bizim 44 günlük müharibədən sonra qazandığımız o gözəl qələbədən, o böyük qələbədən sonra Mahirə xanım poeziyasında bir dönüş oldu. Bir cəngi çalındı, belə deyək, bir cəngi çalındı və Mahirə xanım Salam olsun adı altında, o şeirin adı altında bir kitab buraxdı. Çox maraqlı bir məsələ var. Mən bir qədər hardasa mənim xilqətimdə bir kişi xüsusiyyətləri var. Mən elə əvvəldən o cəngi, davanı, nə bilim, o döyüş şənliyi, əsgər olmağı filan bunlar sevmisiniz. Mən sevmişəm əvvəldən. Vardı mənim belə şeirlərim, deyim sizə. Amma biz müharibə haqqında oxumuşduq, kinolar görmüşdük. Müharibə nə vaxtdır, müharibə nədir, müharibədə daha nələr. Yəni biz bunu xəyali təsəvvür edirdik və kinolarda, kitablarda görmüşdük. Amma 27 sentyabr həmin 44 günlük müharibə və mənim də dərs dediyim bir çox tələbənin şəhid olduğu, öz ətrafımızda olan insanların şəhidlik zirvəsinə çatması, qanlı qadalı günlər, hər gün televizorların qabağında cənab prezidenti gözləyirdik. Hər gün bir qələbə müjdəsi, insan bu qədər də qələbəyə yaxın olarmış, mən onu sanki dərk edə bilmirdim. Mən sizə inandırıram ki, Xudayar Yusifzadənin şəhidliyi mənə bəlkə də ən ağır zərbə idi. Bütün şəhidlər belədir. Sadəcə o anda, o musiqidən sonra o şəhidliyi eşitmək mən bilmirəm. Yəni, mən ana olaraq özümə gələ bilmədim və bir şeir yazdım. Həmin şeiri özüm də səsləndirdim və bunu sosial şəbəkələrdə paylaşdım və Xudayarın anasına qədər gedib çatmışdı bu. Xudayar Yusifzadənin büstünün açılışında mən də dəvət olunmuşdum, iştirak etdim. O ananın vüqarı məni sarsıdırdı, inanırsınız. İnsan nə qədər dəyanətli olar. İnsan bu, o gözündən axan yaşların qabağında vətən sağ olsun deyər. Yəni, bax, bütün bunların hamısı yeni bir yöndə poeziya yaranmasına səbəb oldu. Bu da Salam olsundu. Amma Salam olsun, Türkəm deyib hər doğanın camalına salam olsun. Rəcəb Tayyib Ərdoğanın kəmalına salam olsun və şəhidlərin alqanına salam olsun. Qazilərin qanaxıdan yarasına, şəhidlərin məzarına salam olsun. Nağı qızı az dediyin, qardaş verər dərdəciyin, Kəlbəcərdə Məhmədciyin salamına salam olsun. Bax, beləcə yaranır. Çox gözəl, möhtəşəm bir şeirdir. Həqiqətən də dediyim kimi o cəngi ruhu, qələbə ruhu bu şeirdə çox gözəl öz əksini tapmışdır. Bu 44 günlük müharibədə Mahirə xanım çox maraqlıdır ki, biz bir daha inandıq, bir daha əmin olduq ki, Azərbaycan gəncləri baxın, nəyə qadirdir? Bəli, nəyə qadirdir? Nəyə qadirdir? Və onların görmədikləri torpaqlar uğrunda şəhid olmağı bacardılar. Bu artıq bizim qanımızda. Əliyalın Şuşanın o sərt qayalarla dırmaşıb, mübarizə aparıb Şuşamızı azad etməklərinin şahidi olduq. Nələrin şahidi olmadıq və mən fəxr edirəm, bugünkü gəncə ilə qürur duyuram. Mən onlara çox inanlıyam, çox inanıram. İstedadlıdırlar, cəsarətlidirlər, ən başlıcası qeyrətlidir. Bəli, ən başlıcası qeyrətlidirlər. Ömürdür axıb gedər, göz ucu baxıb gedər. Bəli, əslinə qalsa zamanın təkərini geri fırlatmaq olmaz, bu olmayıbdır, indi də olmaz. Amma zamanın hər anından diqqətlə, zamanın bizə verdiyi, Allahın bizə verdiyi bu zamanın necə deyərlər, elə
istifadə etməliyik ki, heç bir saatı da boşa getməsin. Elədir. Təəssüf ki, bəzən bunu nizamlaya bilmirik. Amma məncə mənə elə gəlir ki, müəyyən qədər işləri görə bilmişik. Həm Qərbi Azərbaycan icmasındakı bizim fəaliyyətimiz, həm universitetdəki fəaliyyətimiz, həm bir, necə deyərlər, yazar olaraq fəaliyyətimiz. Mən bir neçə jurnalın, qəzetin elmi redaktoruyam və şəxsən mənim təşəbbüsümlə yaradılıbdır. Məsələn, Mahmud Kaşğari jurnalı, məsələn, Humanitar Fənlər, Pedaqojika, Filologiya məsələləri beynəlxalq jurnal, məsələn, Yurdun Səsi qəzeti, məsələn, İz jurnalı çoxludur. Mən Filoloq qəzeti deyə bilərəm. Çox işləri görürsünüz, Mahirə xanım. Bütün bunların hamısı mənim yaradıcılığıma mane olmur. Əksinə, mən hər hansı bir işi görüb başa çatdırandan sonra sanki insana bir ilham gəlir, içinə bir ruh gəlir və güc gəlir və o nələrsə etmək istəyir. Təəssüf ki, şeir belə anda doğulmur. Şeirin özünün gəlmə məqamı var. Hər bir məqamda doğulmur. Amma yetər ki, qəlbində sevgi olsun. Millətə, xalqa, dövlətə, insanlara, məşğul olduğun elmə sevgi olsun, vəssalam, o yaranacaq. Bugün olmasın, sabah olacaq, amma yaranacaq. Mahirə xanım, siz çox, bayaq dediyim kimi işlərlə məşğulsuz, hər tərəfli fəaliyyətiniz var. Zamanı necə paylaşırsınız? Yəni, bu da çox çətin bir işdir. Yəni, mən hər dəfə tələbələrimlə söhbət edəndə deyirəm ki, insan hər şeyi bacarar, hər şeyin öhdəsindən gələr, yetər ki, rejimi olsun. Yetər ki, mən bunu edəcəyəm mütləq. Əgər bu işi görüb başqa bir işi, yox da yoruldum, etmirəm, o düşüncə məndə olmayıb heç vaxt. Ona görə də, bəli, bu günləri mən Naxçıvan Dövlət Universitetində bir webinar keçirmişəm. Azərbaycan dilinin türk dilləri arasında yeri bu. Polis Akademiyasında bizim bir görüşümüz vardı. Hörmətli Nizami Cəfərovun, akademik, çox sevdiyimiz Nizami Cəfərovun mövzusuydu. Mövzunun adı mənə çox xoş gəlmişdi və o mövzuda Azərbaycan dilinin türk dilləri arasında yeri mövzusunda bugün bir dərs demişəm və sizlə çəkilirəm Monitoring TV-də və bundan sonra da daha başqa bir işim var. Bütün bunları tənzimləyə də bilirik və istirahət etməyə də vaxtımız qalır. Çox gözəl, çox. Çox təəssüf edirəm ki, yavaş-yavaş verilişimizin sonuna yaxınlaşırıq, amma mənim ürəyimdən gələn bir sualım var. Bunu Mahirə Nağı qızına bir insan kimi sadəcə olaraq soruşmaq istəyirəm. Əgər həyatdır, bayaq dediyimiz kimi, həyatdır axıb gedər, gözücü baxıb gedər. İstər-istəməz bu işlərin, bütün bu hadisələrin içərisində ömrümüz axıb gedir. Təbii ki, axıb gedən ömrümüzdə itirdiklərimiz də olur, qazandıqlarımız da olur. Əgər Mahirə xanıma desəydilər ki, nəyi qurban verərdin sənə, istədiyin bir şeyi qaytaraydıq. Qaytarmaq istədiyiniz şey nədir bu həyatda? Yox, qaytarmaq, insan belədir. Və ya kimdir? İtirdiyini qaytarmaq istəyir, itirdiyini tapmaq istəyir, itirdiyini geri almaq istəyir. Bunun sözü yoxdur, bu hamı belədir. Amma bir reallıq da var. O reallıq nədir? Milyon illərdir belə gəlib, bundan sonra da belə gedəcək. İtirilən və itirdiklərimiz kimsələr, kimlər və nələr geri qayıda bilməz. Yetər ki, onların ruhu, onların əziz xatirəsi bizlə olsun. Biz o əziz xatirəni vaxtı ilə atamı, anamı necə gözümün qarşısında olub, bunu eləmək olmaz. Atam nə deyər, buna anam nə deyər? İndi də onların ruhları qarşısında cavabdeh olmaq, onların ruhu sanki bizə baxır, mənə baxır yuxarıdan
Bunu etmək olmazdı, indi də olmaz, qətiyyən olmaz. Yəni, qətiyyən xəyali bir şeylərə inanmıram. Mən bilirəm ki, gedənlər geri dönməz. O gedənlər geri dönməz. Onların xatirələri bizdəndir. Onların qoyub getdiyi sözlər, nəsihətlər, kəlamlar, hərəkətlər, nümunəvi hərəkətlər hamısı bizdəndir. Buna görə də mən özümü bir qədər, necə deyərlər, deyə bilmərəm ki, mən kimsə istəyərdim qayıdıb gəlsin. Niyə əzab olsun ki, Allah onu məsləhət bildiyi vaxtda aparıbdır və qoy onların ruhu həmişə bizə duaçı olsun. Mahirə xanım, indi sizin cavabınızdan bilirsiniz, məndə hansı fikir yarandı? Tam alim zəkası ilə romantik bir şairə ruhunun birləşməsindən doğan bir çox gözəl bir cavab. Təşəkkür edirəm. Çox sağ olun, minnətdaram. Mahirə xanım, çox təəssüf edirəm ki, bu gözəl söhbətimizin sonuna gəldik, amma ümid edirəm ki, bir daha başqa verilişlərdə yenə davam edərik sizin yeni şeirlərinizlə. Mən sizə çox təşəkkür edirəm. Bizim təklifimizi qəbul etdiniz, bizim verilişimizdə qonaq oldunuz. Sizə möhkəm can sağlığı və yeni yaradıcılıq uğurları və eyni zamanda ictimai işinizdə, bütün bu işlərinizdə sizə böyük güc, səbir, qüvvə arzu edirəm. Minnətdaram. Tamaşaçılara son sözünüz. Çox sağ olun tamaşaçılara. Əzimli olmaq, israrlı olmaq, doğru yoldan geri addım atmamaq, yalnız oxumaq, çox öyrənmək, böyüklərin nəsihətlərini dinləmək, vətən üçün, dil üçün, ana üçün canından keçmək. Baxın, ana vətən, ana dili. Anamızdan keçərik, yox, dilimizdən də keçmərik. Anamızdan keçərik, yox, vətənimizdən də keçmərik. Buna görə görürsünüz, ananın da, dilin də epiteti, vətənin də, dilin də epiteti ana kəlməsidir. Dilimizi sevək, vətənimizi qoruyaq. Çox təşəkkür edirəm. Əziz tamaşaçılar, gözəl bir verilişimizin sonuna gəldik. Bugünkü qonağım filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, gözəl xanım Mahirə Nağqızı idi. Sağ olun, salamat qalın, gələn görüşlərə qədər. Sağ olun bir daha.